Hürriyyət TV-nin baş redaktoru Vüqar Məmmədovun qanunsuz həbsinə toxunmaq istəyirəm. Bugün 25 may 2026-cı il Hürriyyət TV-nin baş redaktoru Vüqar Tofiqoğlu'nun qanunsuz və əsassız, qeyri-proporsional olan həbsindən 208 gün keçir. Düz 208 gündür ki, Vüqar Tofiqoğlu Hürriyyət TV-nin efirində yoxdur. Vüqar Tofiqoğlu haqqı olan azadlığına məhrumdur. Vüqar Tofiqoğlu əzizləri ilə bir arada deyil, doğmaları ilə bir arada deyil. Amma biz inanırıq ki, bu məhrumiyyət gec-tez başa çatacaq. Gec-tez və hətta deyərdim, tezliklə başa çatacaq. Çünki bu barədə bizim kifayət qədər əsaslarımız var ki, biz onları dilə gətiririk. Dilə gətiririk həm də ondan ötürü ki, bugün Vüqar Məmmədovun məhkəməsində olanlar mətbuat tərəfindən doğru, obyektiv qaydada işıqlandırılmasa da belə, biz sizə hər şeyi olduğu kimi çatdırırıq ki, siz də biləsiniz bunu. Biləsiniz ki, Vüqar Tofiqoğlu günahsız yerə həbs olunub. Günahsız yerə məhbəs həyatını yaşayır. Bəli, günahsız yerə. Niyə? İndi bu niyə sualına mən özüm burada faktioloji qaydada cavab verəcəm və bəzi hüquqi mətləblərə də mən aydınlıq gətirəcəm. Bilənlər bilir, bilməyənlərin isə diqqətinə çatdırıram. Bilənlərə də bir daha xatırladıram ki, Vüqar Tofiqoğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə ittiham olunur. Yəni, hədə-qorxu yolu ilə tələb etmədə. Ona verilmiş ittihamda göstərilir ki, güya Vüqar Tofiqoğlu Azərbaycanın 3 ən böyük tanınmış şirkətinə qarşı cinayət əməlinə yol verib, qeyd olunan cinayət əməlinə yol verib, onlardan hədə-qorxu yoluna pul tələb edib. Həmin şirkətlər hansılardır? Azər Lotereya, Veysel Oğlu və Azərsun. Bu 3 şirkət hədə-qorxu yolu ilə pul tələb etmə cinayət əməlinin zərər çəkmiş tərəfində dayanıblar, qərarlaşıblar. Bu nonsensdir. Bu sözün bitdiyi andır. Niyə? Ona görə ki, hədə-qorxu yolu ilə pul tələb etmə cinayət əməlinin zərər çəkmiş tərəfi hər hansısa bir şirkət hüquqi şəxs ola bilməz. Avropa İnsan Haqları Məhkəməsi də elə bunu deyir. Çünki zərər çəkmiş şəxs dedikdə, bu maddənin dispozisiyasına münasibətdə burada fiziki şəxsdən söhbət gedir. Yəni, fiziki şəxs və onun yaxın qohumları üzərində zor tətbiq etmə və yaxud da ki, hər hansısa bir rüsva edici məlumatları yayma hədəsi ilə əmvac xarakterli tələblərdə görsənmə. Əmvac xarakterli tələblər irəli sürmə. Bəli, belə olan halda biz hər hansısa bir cinayət əməlindən söz aça bilərik. Amma qarşı tərəf əgər burada şirkətdirsə, hüquqi şəxsdirsə, hətta deyək ki, həmin əməlin özü belə mövcuddur, həmin niyyətin özü belə mövcuddur, yenə də bu halda cinayət tərkibi formalaşmır. Bunu mən demirəm. Bunu Avropa İnsan Haqları Məhkəməsi deyir. Nə deyir? İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Böyük Palatasının Macaristana qarşı qəbul etmiş olduğu 2008-ci il 19 sentyabr tarixli qərarında göstərilir ki, milli qanunvericilik cinayət tərkibini dəqiq müəyyən eləməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində də hədə-qorxu yolu ilə pul tələb etmə cinayət əməlinin tərkibi, dispozisiyası aydın şəkildə müəyyən olunub. Həmin dispozisiyada nə qeyd olunur? Zərər çəkmiş şəxs və onun yaxın qohumlarına söhbət gedir. Hüquqi şəxsin yaxın qohumu mu var? Abstrakt olan bir məhfumun, anlayışın, bir təsisatın, abstraktdır, yəni bilinmir. Bu kimə qarşıdır? Bu cinayət əməli kimə qarşı törədilir? Kimdir bunun yaxın qohumları? Fiziki şəxsin yaxın qohumu ola bilər. Hüquqi şəxsin yaxın qohumu anlayışı hardan ortaya çıxır? Necə ki, mənəvi zərərin ödənilməsi məsələlərində hüquqi şəxsin iddiaçı qismində, zərər çəkmiş qismində, zərərə məruz qalan şəxs qismində təmsil olunması istisna olur. Eyni zamanda da bu cinayət işində, bu cinayət əməlində bu adlarını çəkdiyim şirkətlər zərər çəkmiş şəxs qismində qəbul oluna bilməzdilər. Ki, qəbul olunmurlar da zaten. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi onu deyir ki, cinayət qanunu, cinayət norması analogiya üzrə tətbiq edilə bilməz. Yəni, Vüqar Məmmədovun işi üzərinə bir presedent formalaşdırıla bilməz. Cinayət norması təqsirləndirilən şəxsin ziyanına olmaqla daha da genişləndirilə bilməz. Onun əleyhinə interpretasiya oluna bilməz. Bunu mən demirəm. Bunu həm Avropa İnsan Haqları Məhkəməsi deyir, qəbul edilmiş işlərində bu barədə danışır, mövqe formalaşdırır. Eyni zamanda da Azərbaycan Respublikası Cinayət Məcəlləsində bu norma mövcuddur ki, cinayət qanununun analogiya üzrə tətbiqinə yol verilmir. Yəni, bugünkü gündə məhkəmə
ona doğru addım ata bilməz ki, əgər cinayət qanununda göstərilibsə ki, hədə qorxu yolla pul tələb etmədə zərər çəkmiş şəxs ancaq ola bilər fiziki şəxs. Bu gün məhkəmə onu edə bilməz ki, daha da bu deməli cinayət normasını geniş şəkildə təfsir eləsin və ora həm də hüquqi şəxs əlavə olunsun. Belə bir təfsir, belə bir genişləndirmə qadağan olunur. Avropa İnsan Haqları Məhkəməsi bunu qadağan edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi bunu qadağan edir və Konstitusiya Məhkəməsinin plenumunun 2021-ci tarixdə qəbul etmiş olduğu bu qeyd olunanlar əsasında qərarı bunu qadağan edir. Ona görə biz tam məsuliyyətlə və bu qeyd etdiyimiz əsaslar üzərindən deyə bilirik ki, Vüqar Məmmədov hər hansısa bir şəxsə qarşı qeyd olunan cinayət əməllər yol vermədiyindən o qanunsuz olaraq həbsə alınıb, şərlənib, bu gün qanunsuz olaraq öz azadlığından məhrum vəziyyətdə qalır. Bu ona həm mənəvi, həm də fiziki zərər vurur, onun sağlamlığına ciddi ziyan dəyir, ailəsi mənəvi istiraflar içərisindədir. Niyə? Bax, nəyə görə? Artıq buradan bir daha bəlli olur ki, Vüqar Məmmədov məhz jurnalist fəaliyyətinə görə həbs olunub. Məhz bu ölkədə, bu canlı efir vasitəsilə sizə, əziz xalqım, dəyərli xalqım, sizə həqiqəti olduğu kimi qorxmadan, çəkinmədən, dəqiq, qərəzsiz, vicdanlı çatdırdığına görə həbs olunub. Doğrudan da Vüqar Tofiqoğlu bu qeyd olunan cinayət əməlinə yol vermiş olsaydı, bəli, o zaman bu faktların öz təsdiqini tapardı və ona verilən ittiham da ağlabatan olardı. Hüquqa, qanuna, qanunsuzluğa uyğun olardı. Və ən önəmlisi, onun bugünkü gündə azadlıqdan məhrum vəziyyətdə saxlanılması məqsədə müvafiq olardı. Haradadır burada məqsədə müvafiq olan hal? Vüqar Tofiqoğlu ictimai təhlükəli şəxsdirmi? Vüqar Tofiqoğlunun əməllərində ictimai təhlükəliliyi ifadə edən, ortaya qoyan nədir? Nədən ibarətdir? Kimə zərər vurub indiyə qədər Vüqar Tofiqoğlu? Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin də istədiyi kimi, tövsiyə etdiyi kimi Vüqar Tofiqoğlu bir jurnalist kimi, vətəndaş cəmiyyətin aktiv fəal nümayəndəsi kimi və ən əsası müstəqil mətbuatın bir nümayəndəsi kimi buradan ictimai nəzarətə həyata keçirirdi. Ölkə başına siqnal ötürürdü, məlumat verirdi, çatdırırdı. Ona görə ki, o da mənim kimi dözmürdü. Haqsızlığa tab gətirmirdi. Haqsızlığa sinə gəlirdi və istəyirdi ki, ölkəmizdə narazı olan insanların sayı minimal səviyyədə olsun. Hürriyyət TV-nin ofisi insanların bir ümid mənbəyinə çevrilmişdi. Bəli, hər həftə, hər gün demək olar ki, bura insan seli axışırdı. Vüqar bəy hər bir insanı qəbul edirdi. Onların şikayətlərini, dərdlərini öz dərdi kimi qəbul edərək onların hər birinə vaxt ayırıb onları dinləyirdi. Və onların məsələlərini, problemlərini olduğu kimi işıqlandırırdı. Demokratiya budur da. Demokratiya budur. Bir jurnalistin mədəni, vicdanlı, qərəzsiz davranışı bax budur. Bu günə qədər hələ də sübuta yetmədi ki, Hürriyyət TV ailəsi başda Vüqar Tofiqoğlu olmaqla biz hansısa xarici xüsusi xidmət orqanlarının sifarişini yerinə yetirmişik. Kimdənsə 1 manat qrant almışıq. Halbuki qrant almaq cinayət deyil ki. Bu dövlətin özü məyər qrant almır? Ən çox qrantı bu ölkədə alan dövlət orqanı Ədliyyə Nazirliyidir. ABŞ Dövlət Departamentindən qeyri-hökumət təşkilatlarının qeydiyyatlarının şəffaflaşdırılması və asanlaşdırılması prosesində 10 milyondan çox qrant alıb. Nəticə 0. Yoxdur nəticə. Vüqar Tofiqoğlu'nun baş redaktoru olduğu Hürriyyət TV isə, Hürriyyət TV qəzet redaksiyası daha dəqiq desək, ümumiyyətlə bu media subyekti yalnız və yalnız dövlətin qanunlarına tabi olaraq medianın inkişafı agentliyindən maliyyə yardımı alırdı. Başqa da bir dəstəyi yox idi. Və həmin maliyyə yardımı da bu ofisdə çalışan işçilərin saxlanılmasına sərf edilirdi. Onu da çox gördülər. Bu haramzadələr, bu müftəxorlar, onu da çox gördülər. Ona görə çox gördülər ki, bizim səsimizi bağlasınlar. Çünki pul yoxdur, maddi dəstək yoxdur, işçi yox, əmək yox. 6 ay ona görə Hürriyyət TV-nin yayımında fasilə yarandı, məhdudiyyətlər yarandı. Biz xalqa arxalandıq, xalqdan dəstək umduq, xalqdan gözlədik. 210 min nəfər abunəçisi olan Hürriyyət internet televiziyasının ən azından bir 5 min nəfərinə
ümid etdik, ağız açdıq, ağız açmaq məcburiyyətində qaldıq. Amma olmadı. Bir daha gördük ki, biz təkik. Bu meydanda təkik. Tək mübarizə aparırıq. Vüqar Tofiqoğlu törətmədiyi əmələ görə qanunsuz həbs həyatı yaşayır. Avropa İnsan Haqları Konvensiyasının 7-ci maddəsinin burada açıq-aşkar pozuntusu mövcuddur. 7-ci maddə nədən bəhs edir? Qanunsuz cəzadan bəhs edir. Əgər törədildiyi zaman bir əməl ki, cinayət məcəlləsinə görə cinayət tərkibi yaratmırsa, cinayət əməli deyilsə, həmin əmələ görə şəxsi cinayət məsuliyyətindən cəlb etmək absurddur. Elə Vüqar Tofiqoğlunun həbsi faktı bizə onu göstərir ki, Azərbaycanda çox təhlükəli hüquqi tendensiya formalaşır. Cinayət qanunun, cinayət normasının tətbiqi bəzi məmurların iradəsinə, şəxsi münasibətlərə söykənir. Bu ölkənin dövlət idarəçiliyi, dövlət orqanlarının müvafiq və müqəddəs olan vəzifələri ayrı-ayrı şəxslərin maraqlarının bugünkü gündə alətinə çevrilib. Hüquq da bugünkü gündə Vüqar Tofiqoğlunun həbsində bir alətdir. Yoxsa ki, onu hüquqa uyğun, qanuna uyğun həbs eləməyiblər ki. Hüquq Azərbaycanda sadəcə olaraq bir alətdir. Və Vüqar Tofiqoğlunun həbsinin sifarişli olmasını, Vüqar Tofiqoğlunun həbsinin tam qanunsuz olmasını, belə bir ittihamın həm ölkə müstəvisində, həm də ümumiyyətlə beynəlxalq müstəvisində bir ilk olduğunu hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində Vüqar Tofiqoğlunun mühakiməsini həyata keçirən hakim Elmin Rüstəmov da yaxşı bilir. Bilir, dərk edir. Savadsız deyil ki, amma nə olsun? Əgər bir bilik ki, insanın əməlində heç bir səmərə ortaya qoymursa, o bilik sadəcə olaraq faydasızdır. O bilik sadəcə olaraq təhlükəlidir. Bir insan ki, savadlı olmağı, diplom əldə etməyi, gələcəkdə qanunsuz işlərə həsr edirsə və həsr edəcəksə, bu yalnız və yalnız təhlükəli bir işdir. İnsanlığa xidmət etməyən bir işdir. Ona görə də əslində Azərbaycanda savadlı olub, diplom əldə edib, sonradan hakim olmağın hər hansısa bir əhəmiyyəti yoxdur. Ya sən bu sistemə uyğunlaşacaqsan, adaptasiya olunacaqsan, həm milli dəyərlərindən, həm də şəxsi dəyərlərindən imtina etmək məcburiyyətini, məhkumiyyətini yaşayacaqsan, ya da ki, vicdanlı olacaqsan, amma bu sistemin kənarında qalacaqsan. Mən öz vicdanımı, öz insanlığımı, mənəviyyatımı rəhbər tutduğumdan, baxmayaraq ki, hüquqşünasam, baxmayaraq ki, hüquq müdafiəçisiyəm, ona görə də mən bu sistemdən kənarda qalmışam. Kənarda qalmaq özümə uyğun bilmişəm. Özünü hələ dövlət orqanı yox, sıradan kağız üzərinə müstəqil hesab edən vəkillər kollegiyasına üzv olmaq kimi belə niyyətim yoxdur. Bəziləri deyir, bunu hətta bir lağ obyektinə də çevirirlər. Sən vəkil deyilsən. Bacarığın olsaydı vəkillər kollegiyasına üzv olardım. Bəli, qeyri-insani bacarığım yoxdur. Vaqeid olmaq üçün bir bacarığım yoxdur. Ona görə də mən vəkillər kollegiyasına hər hansısa bir addım atmıram üzv olmaq istiqamətində. Vüqar Tofiqoğluna və Vüqar Tofiqoğlunun timsalında günahsız yerə şərlənərək həbs olunan bütün Azərbaycan sevdalı vətən fədailərimizə azadlıq deyərək canlı yayımı bir daha bəyənib paylaşmağınızı hər birinizdən xahiş edirəm. Xahiş edirəm və eyni zamanda da tələb edirəm. Çünki biz burada sizin üçün varıq. Sizin ümidləriniz hələ də olsun deyə varıq. Belə dəyərli və hörmətli Hürriyyət TV izləyiciləri, Hürriyyət TV ailəsi, hər birinizə ayrı-ayrılıqda minnətdarlığımı bildirirəm. Bir daha yeni iş gününüz uğurlu olsun deyirəm, düşərli olsun deyirəm. Bizi izlədiyinizə görə sağ olun, var olun. Sabah eyni vaxtda, eyni zamanda yenidən görüşmə ümidi ilə hələlik.